Bir dəstə cəfəri bədəni elə təmizləyir ki, təsirinə adam inana bilmir. Cəfəri böyrəklərin süpürgəsidir, desək yanılmarıq. Orqanizmdə yığılan duzları, toksinləri və artıq mayeni bədəndən atır. Ödəmləri azaldır, şişləri götürür. Aparılan araşdırmalar göstərir ki, cəfərinin içindəki güclü antioksidantlar qara ciyəri təmizləyir, yağlanmanı azaldır və qanı daha təmiz edir. Ən maraqlısı isə cəfəri qandakı şəkəri balanslaşdırır, təzyiqi tənzimləyir və damarların elastikliyini artırır. Yəni qanın rahat hərəkətinə kömək edir. Bu yaşıl yarpaq həm də mədəni sakitləşdirir, həzmi sürətləndirir və şişkinliyi azaldır. Tərkibindəki dəmir və kalsium bədəni gücləndirir, cəfəri həm də nəfəsi təravətləndirir, immuniteti möhkəmləndirir və bədəni enerji ilə doldurur. Gündə bir ovuc cəfəri böyrəkləri təmizləyir, qanı saflaşdırır, immuniteti qaldırır və şişkinliyi azaldır. Təbii güc axtarırsansa cavab cəfəridir. Faydalı məlumatlar üçün abunə olaraq kanala keçid edə bilərsiniz.